Buradan Biləsuvar sakinlərini də salamlayıram. Eləcə də bütün cənub bölgəsində yaşayanları, təkcə Biləsuvar deyil, Yovşan klinikasında üz tutanlar çoxdur müxtəlif bölgələrdən. Niyə məhz endoskopiya vacib sayılır Rəşad Xamedova görə? Buyurun, buyurun. Əvvəla sualınız üçün təşəkkür edirəm. Bu suala cavabın çox sadə olacaq. O, Almanlarda gözəl bir kəlam var. Deyir, mövcudluq zənn olunmaqdan üstündür. Məzayn əl-şaynin. Yəni, əgərləriniz təxmin edib mədə içində nəyəsə görə müalicəyə yaşlamış olsaq, o səhvin, yəni və risklərin faizi olur, daha yüksək olmuş olur. Və bugünkü gündə dünyada üzrə fibrooptik terapiyanın inkişafı ona gətirib çıxarıb ki, biz bilavasitə girib həmin orqanların daxilinə bilavasitə bir oran vəziyyətini təyin etdikdən sonra eyni zamanda oradan toxuma nümunələri də götürə bilirik ki, təyin eləyək bu iltihabın tutaq ki, mənşəyi nədir? Təbii ki, bədxasəliyə şübhə olsa, o əkilir, o sadə dillə deyək, yəni ki, patahistoloji müayinə olunur və ona da uyğun rəy verilir. Və bu inkişaf da tarixdə yerində durmadı. O bir daha da bir pillədə irəlilədi. Progres oldu. Progres oldu. Yəni, nə progres oldu? Belə deyək, İngilislər buna narrow band imaging deyirlər. Yəni ki, dar işıq şüası. Biz bildiyimiz qədər adi gördüyümüz işıq 7 işıq spektri parçalı. Bunlar burada filtrdən yalnız mavi 415 nümenli, nanometrli və yaşıl işığı saxladılar. 540 və bununla nəyi əldə elədilər? Bu işıqların, mavinin özəl bir xüsusiyyəti var. Bu hemoqlomin tərəfindən qanda olan əmilə bilir. Yəni, bu nə üçün lazımdır? Biz mədənin içində tutaq ki, o spektri keçdikdə biz görürük ki, damarların şəklini, harda o şəkil daha da zənginləşib normadan, deməli olar ki, bu törəmənin debutu başlayıb artıq. Oradan nümunələr götürmək lazımdır. Və ya yaşıl işıq dərin qatlarda olan damar şəkli nətər dəyişib, ona da uyğun biz öz qərarımızı verə bilirik. Eyni zamanda, məsəl üçün, o ekspres testlər var, CLO test deyirlər, Campylobacter-like orqanizm deyirlər İngilislər ona. Biz oradan toxumadan nümunə götürüb qısa bir zamanda təyin eləyirik ki, bu orqanizmdə Helicobacter pylori mikrobu varmı? Yəni, gəlib insanı əbəssiz yerə, lazımsız yerə sadə dildə desə, antibiotiklərlə bombardıman eləməyək. Bəli. Nədir? Odur. Ona da uyğun hərəkət.